Xuraman Şuşalı bu dəfə makiyajsız görüntüsü ilə gündəmə gəlib. Publika az xəbər verir ki, sosial şəbəkələrdə yayılan təbii halı izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Sənətçinin sözlərinə görə, gözəllik salonlarında saatlarla vaxt keçirməkdənsə, həmin zamanı istirahətə və özünə ayırmağı daha doğru hesab edib. Xuraman qeyd edib ki, hazırda onun üçün daxili rahatlıq və dincəlmək daha önəmlidir. Müğənni vurğulayıb ki, hər zaman baxımlı olmaq vacibdir, lakin insan özünü rahat hiss etməlidir. İzləyicilərin bir qismi ifaçının təbii halını bəyəndiyini yazıb. Digərləri isə səhnə adamının daim baxımlı görünməli olduğunu düşünərək fərqli mövqe sərgiləyib. Paylaşım sosial mediada müzakirə olunub. Canlı efir olacaq, makiyajımı özüm edəcəm. İndi maşın sürə-sürə başlamışam makiyaj etməyə. Bugün salona gitmədim, hicabımı da özüm bağlayacağım, makiyajımı da özüm edəcəm. Tələsirəm, yarım saata həm efirdə olmalıyam, həm makiyajımı etməliyəm, həm hicabımı bağlamalıyam. Amma son nəticəni göstərəcəm sizə. Mən düşünürəm ki, arada istirahət vermək lazımdır. Çünki 2 gün idi yatmırdım. Dedim ki, yatım. Salona gedib 2 saat orada makiyajda oturana qədər, o 2 saat yatım. Özüm yolda eləyərəm. Bugün də belə olum da, nə olacaq ki, mən zaten hər halımla sevirsiniz.